Rəhmətli molla otururdu qapının ağzında, ham gətirib 5 manat, 10 manat, 5 manat, 10 manat pul verdi, bu da dua edirdi. Biri getdi, qozu tökdü qabağına, ki bəs mənə də dua elə. Bu qozu da qoydu qabağına, şaqqırladıb, sındırıb yiyir, bunu dua eləmir. Deyirəm, mənə üç dua eləmirsən, deyirəm, qurban olduğum, deyir, bu boyda şaqqaşqa eşitmir. Onlardan ne üçün istihza etdiklərini soruşsan deyərlər. Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De ki, Allaha, onun ayələrinə və onun elçisinə istihza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. Göylərdə və yerdə nə varsa O'nundur. Həqiqətən, Allah zəngindir, tərifə layiqdir. Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir. Ey insanlar! Siz Allaha möhtaçsınız. Allah isə zəngindir, tərifə layiqdir. De ki, özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötürü özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun. Onu tərifləyərək uca tut. Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin ona aid etdikləri sifətlərdən uzaqdır. İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan saptırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.